Salam, hər vaxtınız xeyir. Bu videoda AutoCAD-da bəlkə də ən çox vaxt qazandıran komandalardan biri olan overkill-i izah edəcəm. Overkill nə edir? Bizim çəkdiyimiz və ya işləyərkən bilmədən üst-üstə qalan xətləri, təkrarlanan elementləri, copy-paste zamanı səhvən bir neçə dəfə, bəlkə də daha çox əlavə olunmuş bütün obyektləri avtomatik təmizləyir. Sonda planda yalnız tək qalan real obyektlər, xətlər, polyline'lar, dairələr, atributlar və digər elementlər qalır. Yəni, hansısa elementdən neçə dənə varsa, bir düzgün versiya qalır, qalanları silinir. İndi isə biz bunu praktikada necə eləyəcəyik onu göstərim. Kənardan vururuq properties-nə. 13 dənə line var. Amma biz bir line olaraq görürdük. Deməli, indi biz bunun üzərində olan artıqların hamısını təmizləyəcəyik. Eləyəcəyik ki, biz burada bir line olaraq görək. Overkill komandasını yazırıq. Bir obyekti seç. Burada bizdə tək bir obyekt var. Bunu seçirik. Sağ düyməni vururuq. Burada toleransı olduğu kimi saxlayırıq. Bir şeyi də burada izah edeyim. Ignore object property. Burada bizdən nə istəyir? Əgər burada fərqli rənglər olsaydı, fərqli qatlar, xətt tipi, ondan sonra miqyas, xəttin qalınlığı, materialı və s. bunlar olsaydı, biz onları da qeyd eləyəcəkdik ki, bunlardan başqa rəngləri saxla, burada 2-3 rəng var, o rəng bizə lazımdır. O rəngdən başqa hamısını, necə deyim, burada da yuxarıda qeyd olunub. Delete duplicate objects. Yəni, təkrarlanan obyektləri sil. Biz onu qeyd eləyəcəkdik ki, bu, məsələn, qırmızı ilə ağ xətt ikisi də bizə lazımdır. Sən onları qarışdırma bir-birinə və bunu səliqəli bir şəkildə və yaxud da xətt qalınlıqları varsa, onlar fərqli-fərqli xətlərdir. Onları saxla, qalanlarını sil, təmizlə. Burada bizdə tək ağ rəng olduğu üçün bizdə elə bir problem yoxdur. Ona görə də digər bütün burada qeyd olunanlar qalır. OK vururuq. Aşağıda qeyd olundu. 12 overlapping objects or segments deleted. Yəni, burada 13 obyekt var idi. Onun 12-si silindi. Tək bir obyekt qalıb. Burada da görürsünüz ki, line, bir ədəd line qalıbdır. Bu komanda bizim işimizdə çox yarayır. Xüsusilə də üst-üstə düşən, gizli qalmış elementlər təmizlənir. Qarşımızda, necə deyim, gələcəkdə bir layihəni bir neçə şəxs işləyə bilər və yaxud da təkrar üst-üstə xətlər çəkmiş ola bilərik, yaddan çıxıb qalmış ola bilər. Burada rahat bir şəkildə təkrarlanan obyektlərin hamısı silinir. Bu tək düz xəttə aid deyil. Bura obyektlər, atributlar və digər xətlər də aiddir. Bu komanda vasitəsilə həm faylın ölçüsü azalır, həm plan səliqəyə düşür, həm də AutoCAD proqramında donmanın qarşısı alınır. Bugünkü dərsim bu qədər. Bugünkü sizə göstərdiyim overkill komandası idi. AutoCAD üzrə daha çox praktik dərslər üçün videonu bəyənməyi, kanala abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın. Təşəkkür edirəm, çox sağ olun.